Sosial infrastruktur, yeni texnologiyaların tətbiqi ilə ən müasir istehsal müəssisələrinin qurulması, ərzaq təhlükəsizliyinin təmin olunması, idxaldan asılılığın aradan qaldırılması, ixrac səbətinin zənginləşdirilməsi və s. Regionların sosial-iqtisadi inkişaf proqramı ən müxtəlif komponentlərlə zənginləşdirilərək davam etdirilir. Bir qədər sonra Prezident İlham Əliyev Yevlax Olimpiya İdman kompleksində yaradılan şəraitlə tanış olacaq. Burada ən müxtəlif idman növləri ilə məşğul olmaq üçün müvafiq infrastruktur yaradılır. Bu cür idman kompleksləri şübhəsiz beynəlxalq tədbirləri də qəbul etməyə imkan yaradır və təsadüfi deyil ki, 3 ay sonra ölkəmizdə keçiriləcək MDB oyunlarının boks yarışlarını məhz Yevlax Olimpiya kompleksi qəbul edəcək. Bu nə zalıdır? Universal idman zalı. Universal idman zalı. Belə qalstıqsız. İstisi lazım sonra olur. Sizə necə rahat? Yevlaxlı gənclər hansı idman növləri ilə məşğul ola biləcəklər? Yevlax Olimpiya kompleksi ölkə başçısının müvafiq fərmanla təsdiq edilmiş regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq inşa olunur. Öz unikallığı ilə seçiləcək, funksionallığı ilə seçiləcək. Bu kompleksdə eyni zamanda bir neçə idman növləri ilə məşğul ola biləcək. Bu bizə imkanlar yaradır ki, həm təlim məşqlər keçirdək, həm yerli, həm beynəlxalq yarışlar keçirdək. Yeri gəlmişkən bu illəri keçirilən MDB oyunları çərçivəsində boks yarışları məhz bu kompleksdə keçiriləcək. Və təbii ki, Yevlaxda belə bir böyük bir idman kompleksinin olmadığı üçün gənclərimiz üçün yeni imkanlar açılacaq ki, həm burada vaxtlarını keçirsinlər, həm də uşaqlar müxtəlif idman növləri ilə məşqlərə qatılsınlar. Təxminən nə vaxtda artıq istismara verilmiş olacaq? Bir ay ərzində bitirməyə planlaşdırırıq və MDB oyunları üçün tam hazır olacaq. Bakı-Ələt Qazax-Gürcüstanla dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində də işlər davam etdirilir. Bu keçidin xüsusiyyəti ondan ibarət ki, keçidə piyadalar pilləkəndən istifadə etmədən pandus şəklində hərəkət eləyə keçəcəklər və təhlükəsiz şəkildə avtomobil yolunun heç bir yerdə kəsişməyəcək. Biz də çalışırıq ki, qısa müddətdə avqustun sonunda piyada keçidinin hansı ki örtülü hissəsi 48 metr, açıq hissəsi hər iki tərəfdən 27 metr olmaqla və yanaşma yolu 3,2 kilometr olmaqla təhvil verək istismara. Qeyd eləyək ki, bu yol beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla Avropa, Asiya və yaxın şərq ölkələri ilə nəqliyyat bağlantısı baxımından mühüm rol oynayır. Bəs qum süzgəc texnologiyalı su təmizləyici qurğu regiona nə verəcək? Su təmizləyici qurğu Kür çayının düz sahilində yerləşir.
110, 35, 10 kilovatlıq Yevlax elektrik yarımstansiyası və laboratoriya mərkəzi də istismara hazırdır. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən Varvara su elektrik stansiyasında istehsal olunan yaşıl enerjinin enerji sisteminə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarım stansiyada 110 kilovatlıq açıq paylayıcı qurğu yenidən qurulub. Ərazidə yeni rəqəmsal idarəetmə mərkəzi tikilib. Mərkəzi Aran Skada İdarəetmə Mərkəzi də bölgənin enerji ilə fasiləsiz və keyfiyyətli təminatına imkan yaradacaq. Elektriklə işləyən avtomobillər üçün doldurma qurğuları. Bu bir ənənəyə çevrilir. Artıq biz Azərişığın Qarabağda qurduğu rəqəmsal idarəetmə mərkəzləri, bu cür mərkəzlərin önündə bu qurğuların yerləşdirilməsi təcrübəsinə rast gəlirik. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Mərkəzi Aran Regional Skada İdarəetmə Mərkəzi ilə yanaşı Milli Skada layihəsini dövlət başçısına təqdim eləyir. Bu layihə bütün sistemə milli operator tərəfindən nəzarəti, ona çıxış imkanlarını yaradılmasını və digər bütün kənar müdaxilələrin qarşısını almaq imkanı yaradan layihədir. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Aqroparkda istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb. 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Açılışı olan tikinti materialları istehsalı müəssisəsi isə Goranboy rayonunun Qazanbulaq kəndində yaradılıb. Müəssisə gips karton, astar və üzlük gips məhsulları istehsal edilir. Marşrut üzrə bütün detallar aydınlaşdırılmalı, saf-çürük edilməlidir.
Zavodun ümumi investisiya dəyəri 33 milyon manat təşkil edir. Müəssisədə ümumilikdə 200 nəfər daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq 180 nəfər daimi işlə təmin olunur. Mingəçevirdə tarixi hadisə baş verir. Müstəqillik dövrünün ən böyük elektrik stansiyası istismara verilir. Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində yerləşən bu stansiya ölkənin davamlı və fasiləsiz elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihədir. Azərbaycanlı mühəndislər də təcrübəsini artırır. Dünya praktikasında bu cür stansiyaların tikintisi 3-5 ilə icra edildiyi halda Azərbaycan bunu 2 il ərzində həyata keçirə bilib. Dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub. Qabağa 6, 7, 8, 9, 10 test. Hələ ki biraz qabağa gedir. Daha söz verilir bunlara. ...2023 2023-cü ildən etibarən bu layihə üçün zəruri avadanlıqları təmin edirik. Təxminən 2 il keçib və bugün deyə bilərik ki, bizim çox yaxşı, problemsiz və uğurlu əməkdaşlığımız var. Bu, Azərbaycanın ən böyük elektrik stansiyası olduğuna görə olduqca önəmli layihədir. Biz həmçinin enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı genişləndirmək, ölkənizin iqtisadi inkişafına daha çox töhfə vermək istəyirik. Bugün 8 noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 megawatt gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək. Enerji sisteminin səmərəliyini artıracaq və beləliklə Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hal-hazırda Mingəçevirdə bizim elektrik enerjisinin 40%-dən çoxu istehsal olunur və əlbəttə ki, bütün bu görülmüş işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
2023-cü ilin fevralında Gürcüstan sarayında Azərbaycan prezidenti və İtaliyalı nazir birlikdə bu stansiyanın təməlini qoymuşdular. Bugün isə artıq tarixi açılış mərasimi baş tutdu. Yevlaxda yaradılan aqroparkın açılışı hesab edirəm ki, bizim üçün kiçik və orta sahibkarlarla fəaliyyətimizin həyata keçirilməsində çox vacib bir mərhələdir. Goranboyda açılışı olan istehsal müəssisəsi Goranboy rayonunun zəngin xammal bazasına əsaslanır və istehsal olunan gips xammalından məhsullar əsasən inşaat, tikinti sayəsində geniş istifadə olunur. Hesab edirik ki, bu layihənin də potensialı böyükdür. Mingəçevirdə isə açılışı olan elektrik stansiyası möhtərəm cənab prezidentin çıxışında qeyd olunduğu kimi bu öz töhfəsini həm energetika sektoruna, amma bütöv iqtisadiyyata da verəcək. Çünki bütün sistemimizdə istər enerji təchizatının dayanıqlığının artırılması, istər istifadə olunan təbii qazın azalması nəticəsində bu öz faydasını yalnız Azərenerjiyə deyil, SOCAR-a, digər təsərrüfat subyektlərimizə də ümumilikdə Azərbaycanın iqtisadi ekosisteminə çox müsbət təsirini gözləyir. Lo dimostra questa centrale elettrica. Həm yaşıl enerji, həm də metallurgiya sahəsində bizi yeni imkanlar, yeni layihələr gözləyir. Mən ilk dəfə bura 2 il əvvəl gəlmişəm və cənab prezidentlə birgə bu layihəyə start verdik. Belə qısa zamanda layihəni tamamlamağa nail olduq. Bundan başqa digər sahələrdə də əməkdaşlığımız uğurla davam etdirilir. İtaliya-Azərbaycan Universiteti bu əlaqələrin başqa bir formada göstəricisidir. Dövlət başçısının stansiyanın açılışı çərçivəsində bir sıra iki tərəfli görüşləri də keçiriləcək. Həmin görüşlər məhz bu otaqda keçiriləcək və indi burada son hazırlıqlar, səliqə-səhman işləri tamamlanmaqdadır. Bu isə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan ordusunun mülki hədəfləri, mülki infrastrukturu hədəf almasının daha bir nümunəsi. Mingəçevir şəhəri, eyni zamanda Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasına 2 raket həmin vaxt atılmışdı. Onlardan birinin qalıqlarıdır. Az sonra Prezident İlham Əliyev qonaqlarla birlikdə bu raketin qalığı olan əraziyə də baxış keçirəcək.